Bəzi uzun müayinəsini həyata keçiririk. Belə ki, bu xanımda da deməli uşaqlığın vaxtından əvvəl amputasiyası olunub. Nədən olub amputasiya? Orada deməli poliplər və poliplər bilirik ki, xərçəng önü vəziyyətdir. Xərçəngə çevrilməsin deyə xanımın uşaqlığını ekstripasiya ediblər. Yəni yumurtalıqları, şeykan hamısını bir yerdə, yəni uşaqlıq yolu bütün uşaqlıq sistemini götürüblər. Amputasiya təkcə uşaqlığın götürülməsidir. Burada ekstripasiya olunub. Çox da gözəl oldu. Mən də ona xanım mənim çoxdankı rəfiqəmdir. Hətta ilk gənclik illərimdə mən bu xanımı müalicə eləmişəm. Baxın, görürsünüzmü? Bax, kistik strukturlar. Bax, görürsünüz? O rənglənmədi. Bax, rənglənməyən bu kistik strukturlar kistalardır, kalloid sislər. Bax, görürsünüz? Qan damarları rənglənir. Amma kistalar qətiyyən rənglənmir. Və kistaların içərisində, bax, gördüyünüz bu ağlar deməli kalsinatlardır. Deməli, gəlirik digər paya. Görürsünüz? Bax, bunlar kistalardır. Yenə də bunları rəngləməyə çalışıram. Əgər qan damarıdırsa, bax belə rənglənəcək. Qan damarı deyilsə, bax belə qalacaq. Və yaxud da uzanmayacaq. Buna görə də bu xanımın uşaqlığında əmələ gəlib poliplər və bu poliplərə görə götürülür. Görürsünüzmü? Bir neçəsi. Bax buna görəndə biz bunu görə bilmirik. Buna görə mən onun uzunluğuna ölçüsünü alacağam inşallah. Uzun ölçüdə, görürsünüzmü? Uzunluğuna ölçüdə bunlar hamısı rahat görünür. Xanımda da yenə dediyim kimi, səbəb, bax bu gördüklərimiz. Baxın. Halusu aydın seçilən kistalar və bu kistadan digər tərəfdə də, yəni biraz yuxarıda da var. O qaranın içində, bax bu işıq kimi görünən, bax bu işıq kimi gördüyünüz kalsinat. Tam aydın göründü kalsinat. Bax burada kalsinat aydın göründü. Eyni zamanda daha bir kista burada var. Yəni 3 ədədini hələ biz gördük. Deməli Fərqanə xanım, bir dənə zəhmət olmasa deyərdi, siz nə zaman oldu sizdə bu? Elə mən deyəndə bildiniz. Onun boğazında belə olmaları, bizim mən zopa görə də həkimə də dediniz ki, getmişəm. Onu deyir ki, səndə kronik şey var. Amma mən keçərlə belə sizə gəldim, keçən martanda. Siz baxdınız ki, burada düyünlər var, müalicə yazdınız. Ondan sonra normal, heç bir problem yoxdur. Olduğuna bilmirdim. Burada elə bir nəsə qalırdı boğazımda, ilişirdi. İndi yenə də bir il keçdi, gəldim ki, düzgün müalicə çox gözəldir. Yəni sizin İnşallah. əsas odur ki, diaqnozu verib düzgün verilməsi və müalicə olması. Canım mənim.